Fərqindəsiniz, Azərbaycan çox sürətlə quyunun dibinə doğru gedir. Və nə yazıq ki, insan haqlarından, demokrasidən, qadın haqlarından, mədəniyyətdən, kültürdən, Avropa dəyərlərindən, Amerika dəyərlərindən millətə stat gətirib, böyük danışanlar da buna alqış tutur. Və eyni zamanda Azərbaycan mediası, Azərbaycan siyasətçiləri, Azərbaycan incəsənəti, yəni dırnaq arası bunların hamısı, burada olan, tanınan insanlar da buna dəstək verirlər. Ölkəmdə qazilər həbs olunur, jurnalistlər həbs olunur, siyasi düşüncəsinə görə, azad söz istifadə etdiyinə görə həbs edilən hüquqşünaslar, insan haqlarını müdafiə edən sivil toplum örgütləri üyələri, qazilər, inancına görə, geyiminə görə xanımlar həbs edilir. Amma buna tık yox. Amma xalqı hər fırsatda aşağılayan, yerdən yerə vuran, erməni adıyla, ailəsi ilə birlikdə xaricdə oturmalan biri Azərbaycan qanunları ilə ki, ömründə bircə dəfə Azərbaycan qanunu görünüşdədir. Bu da bütün Azərbaycan xalqını ayağa qaldırdı. Çünki o qədər qanunsuzluqlara alışmışıq ki, qanun hansısa bir cəsur bir prokurorun direnci ilə doğru işləyəndə hamımız buna heyrət edirik və okeanın o tayından belə, Avropadan belə, Türkiyədən belə, bir sözlə dünyanın hər tərəfindən belə özünə Azərbaycanlı deyənlər ortalığa ayağa qalxır və bu qadın üçün ağlamağa başlayırlar və nədənsə birdən-birə onun qadın olduğu və 4 uşağı olduğu yada düşür. İstəyirəm öncə bura bir dənə video qoyum. Bəlkə bu videoya baxaq, ondan sonra danışaq. Mama yazıb ki, sakit danış, millət dincəlir. Cəhənnəmə dincəlir, qara görə dincəlir. Tamın ayağının altında dincəlir. Minnətlər olsun, gəlib oturmuşam, mən çörək yeyirəm. Yəni, xalqa bu dəyəri verən biri üçün milyonlarla insan ayaqdadır. Dediyim kimi, Misir Qasımlı Ukraynada həbsdə, Misir Qasımlı kimi Rusiyanın, Ukraynanın və bir çox ölkənin həbsxanalarında zülm görən evlatlarımız var. Türkiyənin özündə belə universiteti qutarıb uçaq bileti ala bilməyib, ölkəsinə qayıda bilməyən, otoqarlarda yatan evlatlarımız var. Kimsənin umurunda deyil, amma nədənsə milləti aşağılayan bu tərbiyəsiz ağızlar üçün sokaqlara çıxırlar. İnanın, bu qadının tərəfdarları azadlıq meydanına gələk desə, milyonlarla insan o meydana töküləcək və ən ağırlısı dırnaq arası aydın dediyimiz kəsim bunları müdafiə edir. Və bu bir sistemin Azərbaycanda fərqli bir dünya qurması üçün düyməyə basılmasının göstəricəsidir. Və Siyonizm Azərbaycanı elə bir ələ keçirdib ki, istər xaricdə yaşayan Azərbaycanlı olsun, istər içərdə, hamısı bu Siyonizmin köləsidir. Beyinləri kölə edilən toplumun dediyim kimi hızla dayanmadan quyunun dibinə gedirsiniz. Artıq görünən o ki, Azərbaycanın birinci şəxsindən sonuncu şəxsinə qədər hamı əsirdir və bu köləlikdən qurtarmaq üçün bizə ən az 100 il lazım olacaq. O da əgər bu köləlikdən qurtulmaq istəyib bizim kimi danışan dilləri yox etməsələr. Qalarsa bəlkə. Və deyəcəksiniz ki, nə var burada? Çox şey var. Biz ona görə etiraz edirik ki, ən azından bir xalq olaraq az da olsa bir neçə 100 il tarixdə qala bilək. Amma görünən odur ki, bizi də bir zamanlar dünyaya hökmranlıq etmiş, amma bugün yox olan, sadəcə arada adlarını çəkdiyimiz millətlər kimi yox etmək üçün hərəkətə keçiblər və biz də buna dəstək veririk. Milləti aşağılayan, şəhid ailələri ilə alay edən, toplumu rayonluya, şəhərliyə bölən, bir sözlə hər fırsatda Azərbaycan xalqını aşağı çəkənlərin köləsi olub toplumun. Amma dəyərlərimiz yox edilir.
Bugün ölkəmdə erməni, yahudi, xristian məzarlığı muzey kimi qorunarkən mənim də atamın uyuduğu məzarlıqlarımız həqarətlərə məruz qalır. Bir qrup, mən onlara gənc qız deməyəcəm, bir qrup siyonizmin köləsinə çönmüş əxlaqsızların doğurub sokağa tökdüyü, eğitəmədiyi tərbiyəsiz məzarlığımızda alay edir. Oysa biz bir neçə il öncə o məzarlıqların yanından keçərkən arabamızda kimsə olmasa belə tək olduğumuz halda musiqinin səsini qısan millət idik. Hardan hara. O yüzden başından dedim ki bizləri hızla quyunun dibinə götürürlər. Yine bura bir video qoyuram. Buyurun, izleyin. Bakıda məzarlıqda çəkilən görüntülər müzakirələrə səbəb olub. Yəqin ki görürsünüz və bu video ne yazık ki ve ne yazık ki bir grup əxlaqsızın dünyaya gətirdiyi və sadəcə uşaq doğum deyib sokağa tökdüyü okeanın o tayından və Avropadan mənim ölkəmə ixrac edilən dırnaqarası mədəniyyətin verdiyi sonuçdur. Adını çəkdiyim ölkələrdə məzara sayğı var. Adını çəkdiyim ölkələrdə nə qədər İslam düşməni olsalar da camiyə və İslam məzarlıqlarına sayğı var. Amma o ölkələrdən mənə, mənim öz dəyərlərim olan və öz əzizlərimin yatdığı məzarlara, öz yaşadığımız və əsrlərdir o qaydalarla dünyaya gələnimizin qulağına adını pıçıldadığımız, dünyadan köçərkən kəlmə-i şəhadətini dediyimiz dinimizə, millətimizə sayğısızlıq öyrədilir. Budur. Sizi bilmirəm, bəlkə umrunuzda olmaz. Amma mənim zoruma gedir. Mənim atamın yatdığı məzarda, deyirsiniz ki, bu məzarlıqda sənin atan yatmır. Fərq etməz. Azərbaycanın hər hansı bir məzarlığında yapılan bu saygısızlıq mənim atamın yatdığı məzarlığa da saygısızlıqdır. Oyanın, oyanın. Vəhşilər bütün dəyərlərimizi əlimizdən alır. O bir filmdə deyir ya, ey camaat, eşidirsinizmi? Vəhşilər evlatlarımızı əlimizdən alır. Evlatlarımızı bir-bir əlimizdən alır deyir. Oyanın ey camaat. Bizdən görünənlər və milyonlarla, yüz minlərlə bəyəni qoyub sevdikləriniz dəyərlərimizi əlimizdən alırlar. Mədəni bildiyiniz qəzetçilər, hüquqşünaslar, siyasi partilər, iqtidar nümayəndələri bu mədəniyyətsizliyə alqış tutur. Adını da qadın azadlığı, insan azadlığı, söz azadlığı qoyublar. Oysa bu qadın tərbiyəsizliyi, insan əxlaqsızlığı və özbaşınalıqdır.